Bu evdə mənim bibim. Bəstəquzun evidir. Atam demişkən, Elsevərin evidir. Elsevər, salamlayıram səni buradan. Atam da bacısı ilə qonaq getmək istəyir, ancaq təəssüf ki, bacısı Bakıdadır. Mən də buradan bütün Ərdəbilə cəmaatını salamlayıram. Hamıya salam olsun. Bizim kəndimiz doğrudan da cənnət məkandır. Aurası müsbət, dağ, dağın arasından axan çay, yaşıllıq. Çox təəssüf ki, insan qalmayıb. İnsan qalmayıb. Mənim də uşaqlığım bəzi anları bibim gilə gələndə burada keçib. Bibim yadıma gələr, bu yolla inəkləri gətirərdi, salardı həyətinə. İndi atam da bacısı ilə gətirdi məni. İndi nəyin izahatını verəcək birazdan. Bibimgilin, rəhmətli İslamgilin evi. Təxminən 40 il əvvəl olmuşam bu evdə. Bu qoz ağacı da palıd ağacı. Oldu ata, palıd ağacı. Yadıma gəlib bibimgildə hündüşkə olardı bu evdə. Hündüşkə saxlayardı. İndi isə bu cürə. Buyurman da deyin. İndi atamın da sözü var Ərdəbilə cəmaatına. Buyur ata, nə sözün var deyin. Ərdəbilə cəmaatına sözüm budur ki, evlərinizi belə yersiz saxlamayın. Hərdən gəlin, gedin. Ölən rəhmətə gedənləri Bakıda dəfn eləməyin. Gətirin kendinizə dəfn eləyin ki, hərdən gələ biləsiniz bura. Allah sizdən razı olsun. Gəlib indi bacımın evini yad edirəm burada. Kimi zəhmət qaşa quvvaka. Sağ olun. Kızından. Darastam kapşasından. Şimdi daha uzun. Hemen maç kardım çumanı.